Bu sadece inanılmazdır. Oğlan əsl bir əfsanəyə rast gəlib. 1992-ci ilin Chevrolet Camaro RS. O 10 illərlə hərəkətsiz qalıb. Demək olar ki, yerə batıb və mamır demək olar ki, bütün kuzovu örtüb. Bu mənzərə zəif rəhlilər üçün deyil. Salonda qarışıqlıq, çoxlu kir və keçmişin izləri var. Bir şey aydındır. Burada iş çoxdur. Amma bu maşın doğru əllərə düşüb. Diqqətlə, santimetr onu zamanın əsarətindən çıxarırlar və bərpa üçün furqona yüklüyürlər. Yeni həyata doğru. Birinci mərhələ, səthi təmizləmə. Güclü toz soran illərlə yığılan kirləri udur, sonra isə mamırla mübarizə başlayır. O, maşının görünüşünü demək olar ki, udub. Kuzova aqressiv avtokimya vurulur və o işlədiyi vaxt oğlan təkərlərlə məşğul olur. Təəccüblüdür ki, onlar pis vəziyyətdə deyil. Fırçalar, kiçik fırçalar, avtokimya və nəticə həqiqətən təsir edicidir. İndi növbə kuzovundur. Güclü su axını altında ağ boya görünməyə başlayır. Bu o deməkdir ki, əfsanə hələ yaşayır. Amma mamır bərk yapışıb. Buna görə də sıx aktiv köpük, fırçalar və yumşaq bezlər işə düşür. Tam əllə işləmə. Addım-addım və avtomobil sanki yenidən canlanır. İndi isə bu canavarın ürəyi. Burada təxminən 230 at gücü hasil edən 5 litrlik V8 mühərriki quraşdırılıb. Bu, klassik muscle car dövrünə layiq dinamikadır. Səsi isə yalnız həqiqi sürət həvəskarları tanıya bilər. Və bu hələ son deyil. Salon da təəccübləndirməyə davam edir. İçəridə bir çox gözlənilməz tapıntılar var. Amma bu haqda artıq növbəti hissədə danışacağıq.